Salam uşaqlar, bugün İzə Nəşriyyatdan olan monitoring testlərinə baxacağıq. Riyaziyyat testlərinə baxacağıq. Monitoring 1-dən olan riyaziyyat tapşırıqlarının izahına baxacağıq. Başlayırıq 31-dən. Nə deyir bizə 31-də? Deyir ki, 3, 7, 4, 1, 0, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin. Yazaq, ən böyük ədəd istəyir bizdən, 5 rəqəmli istəyir və cüt istəyir. Cüt istəyir. Dəqiqə. Aha. Başlayaq. Cüt istədiyinə görə nə deyir bizdən? Sonu ya 0-la bitməlidir, ya da 4-lə bitməlidir. Ən böyük başlayacağım burada 7-ni qoyacağım. Sonra 7-dən sonra ən böyük rəqəm 4-dür. Daha doğrusu 5 də var burada. 5'dir. 7'den sonra 5, daha sonra 4, daha sonra 3, daha sonra 1 və sonda 0. Bəli. Bax, bu ədədimiz sonu 0. Yəni bizdən cüt istədiyinə görə sonuna 0 əlavə elədim. 4-ü niyə əlavə eləmədim? 4 də cüt ədəd rəqəmi idi. 4-ü ona görə əlavə etmədik ki, çünki 0 4-ün yerində olsa daha kiçik ədəd alınacaqdı. Ona görə 0-ı sonda əlavə etdik. Ədədimiz olacaq 754.310 olacaq A bəndi. Sonra keçək növbəti ikinci sualımıza. 32-ci sualımızda görək bizə nə deyir 32. Deyir 880.808 ədədini rəqəmlə yazın. Uşaqlar, ayıraq bu siniflərə. 880.000, bax minlik sinifi. 880, bu da olacaq təklik sinifi. Təklik sinifində demişdik ki, təklik sinifinin adı çəkilmir. Siniflər 3-3 qruplaşırdı. Arxadan başlayıram. 1, 2, 3, 1, 2, 3. Bu olacaq bizim təklik sinifimiz. Bu isə olacaq minlik sinifimiz. Minlik sinifində nə eşidirəm uşaqlar? 880. Nə eşidirəmsə, onu da yazıram. 880. Bəs təklik sinifində nə eşidirəm? 880.808. 808. Aha, eşitdim. Hansı variantda olacaq bu? D variantında. Bəli, köçək növbəti 33-cü sualımızda görək bizə nə deyir? 33. 33-cü sualda bizə deyir ki, 36.240 ədədinin sözlərlə yazılışı hansı bənddə doğru göstərilmişdir? Necə deyir? Elə də yazıram. 36.000 240. 240. Hansı bəndədir bu uşaqlar? 36.240 olacaq C bəndində. Sonra növbəti 34-cü sualımızda görək nə istəyir bizdən. 34-cü sualımız. Deyir ki, 326.476 verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi nədir? Mərtəbə vahidini soruşur bizdən uşaqlar. Bax, yazıram bura 34-cü sualımızdakı ədədi 326.476. Bax, uşaqlar, mərtəbə vahidlərini yazıram buradan ön başından. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Bizdən nə soruşur? İşarələnmiş ədəd hansıdır? 6-dır. 6 da hansıdır? Hansı mərtəbədir? Bir dəqiqə. Təklik, onluq, yüzlük, minlik. Hansı olacaq? Minlik C bəndi. Sonra növbəti 35. Görək nə deyir bizə 35-də? Deyir ki, 43.778 ədədinin minliklər sinifindəki ədəd neçədir? Ədədi yazıram burada. 43.778.
Minliklə siniflər nə demişdi uşaqlar? 3-3 qruplaşır. Baxıram, ayırıram. 3-3 ayırdım. Arxadan ayrı-ayrı gəlirəm. Həmişə sinifləri ayıranda arxadan ayırırıq. Arxadan 3 dənə saydım, ayırdım. Oldu təklik sinifi. Sonra yenə də ayırdım. Oldu minlik sinifi. Bəs müəllim dediniz siniflərdə 3-3 olmalıdır. Bəli, mən bunun əvvəlinə 0 artıra bilərəm. Amma sinifi doldurmaq üçün. Amma əvvəldə yazılan 0 nədir? Oxunuşda bir əhəmiyyəti yoxdur, yəni oxunmur. Ona görə də bizdə nədir? Sinifindəki ədəd neçə olacaq? Minliklər sinifindəki ədəd 43 olacaq. B bəndi. 36. Görək 36-cı sualda bizdən nə soruşur? Bizə deyir ki, 500 min üstə gəl 7 min üstə gəl 80 üstə gəl 90 yazıram bura. 500 min üstə gəl 7 min üstə gəl 80, üstə gəl 9. Mərtəbə qiymətlərinə ayrılmışdır ədədin onluqlar və 10 minliklər mərtəbəsindəki rəqəmlərin cəmini tap deyir. Bu ədədi indi mən bu mərtəbə vahidlərinə ayrılmış şəkildə yazılıb. Bir yerə yığaq. Olacaq 507 min. Bax, nə içdim? 507 min. 89. Bax, burada yüzlük də olmalıdır. Hə, olacaq. Bir dənə 0 artıracam bura. Olacaq 89. Ədədin indi yazıram üstündən. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minlik olmalı çünki 500 mindən başlayırdı. Bax, 500 mindən. Bu oldu bizim ədədimiz. Sonra bizdən nə soruşur? Deyir ki, onluqlar və 10 minliklər mərtəbəsi. Onluqlar mərtəbəsində nə durub uşaqlar? Onluqlar mərtəbəsində durub 8. 10 minliklər mərtəbəsində nə durub bəs? 10 minliklər deyir də elədir. 10 minliklər mərtəbəsində isə durub 0. Bunların bizdən cəmin soruşur. Bərabərdir 8. A variantı. Sonra növbəti görək nədir bizə? 37-ci sualda nə istəyir bizdən? 37. Oxuyuruq 37-ci sualı. Deyir ki, 4, 3, 8, 1, 5 verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçədir? Bax, bizdən sadəcə bu uşaqlar ədədlər verib, rəqəmlər verib. Burada ən böyük 5 rəqəmli ədəd düzəltməyimizi istəyir. Nə cüt istəmir, nə tək istəmir. Sadəcə bundan. Burada da baxıram, ən böyük burada rəqəmimiz verilib 8. Qoyuram birinci 8-i. Daha sonra 5, daha sonra 4, daha sonra 3, daha sonra 1. Hansı ədədimiz alındı? Ayırdım siniflərə 85.431. Hansı variantdadır bu? A variantında olacaq. Düzgün cavab. Növbəti 38-ci sualımıza baxaq. 38. Ne deyir bizə 38-ci sualda? 786.543 ədədinin 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayını çıxsaq neçə alar? Ədədimizi köçürək bura uşaqlar. 786.543. Sonra bizə nə deyir ki, 100 minlər mərtəbələrini də yazaq üstündən. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, bu da 100 minlik. Bizdən nə soruşurdu? Deyirdi ki, 100 minliklər mərtəbəsinin mərtəbə vahidi, 100 minliklər mərtəbəsinin mərtəbə vahidi olacaq uşaqlar 7. Mərtəbə vahidinin sayını soruşanda, bax, mərtəbə vahidinin sayını soruşanda olacaq həmin mərtəbədə yerləşən rəqəm deyəcək. Məsələn, 100 minliklər mərtəbəsində hansı rəqəm durub? 7 dənə sayı var. Vahidinin, mərtəbə vahidinin 7 dənə sayı var. Yəni, orada 7 dənə 100 minlik var. Bax, bu deməkdir. Sonra bizdən nə soruşur? Yüzlüklər mərtəbəsində mərtəbə vahidinin sayı olacaq 5 uşaqlar. Bunların məndən cəmini soruşur, yoxsa
Fərqi soruşurdu. Çıxmaq deyir. 7-dən çıxacağım. 5-i bərabərdir 2. B bəndi. Sonra növbəti görək. Nə deyir bizdən? 39-cu sualımızda. 9-cu sualda nə istəyir bizdən? Deyir ki, verilmiş şərtə əsasən L-in yerinə yazıla biləcək rəqəmlərin cəmini tapın. Ədədlərimizi yazaq bura. 32 L 1 kiçikdir 3251-dən. Mənə deyir ki, indi bu L-in yerinə deyir, mən hansı ədədləri yaza bilərəm. Baxaq indi. 32 əvvəllər baxıram. Minlikdir, yüzlükdür. Burada da minliklə yüzlük eynidir. L-in yerinə indi mən qoya bilərəm. Kiçik olsun da. Kiçik olması üçün 5-i qoya bilmərəm. 5-i qoysam böyük olacaq. Demək, mən qoya bilərəm bura. 4-ü qoya bilərəm. Sonra 3-ü qoya bilərəm. Sonra 2-ni qoya bilərəm. 1-i qoya bilərəm. 0-ı qoya bilərəm. Bunların məndən cəmini soruşur. Bərabərdir. 4-ün içinə 3 gəlirəm. 7, 9 və 1, 10. Hansı variantımız olacaq? A bəndi. Sonra növbəti 40-cı sualda nə deyir? Bizdən nə istəyir? Deyir ki, 6465 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yazaq bura uşaqlar. 6465 ədədini neçəyə qədər deyir? Yüzlüklərə qədər yuvarlaqlaşdırın. Baxıram, yazıram üstündən mərtəbələrin. Təklik, onluq, yüzlük, minlik. Yüzlük mərtəbəsi hansıdır? 4-dür. Baxıram 4-ün sağındakı ədədə. 4-ün sağındakı ədəd 6-dır. Nə demişdik uşaqlar yuvarlaqlaşdırmada? Demişdik ki, əgər hansı mərtəbələndirsə işarə elədik və onun sağındakı ədədə baxırıq. Əgər 0, 1, 2, 3, 4-ə qədər olsa, həmin mərtəbədəki ədəd heç bir artım olmayacaq. Özündən sonrakılar 0 olacaq. Əgər 5, 6, 7, 8, 9 olsa, həmin mərtəbədəki dayanan ədəd 1 vahid artır və özündən sağdakılar 0-a çevriləcək. 6 olduğuna görə indi bu nə olacaq uşaqlar? 1 vahid artıcaq olacaq. 65, qalanlarda 0-a çevriləcək. 6500 hansı bənd olacaq? B bəndində. Sonra növbəti 41-ci sualda görək bizə nə deyir? Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırıqda 300 olan ən böyük ədədin rəqəmləri cəmini tapın. Bunun hazır qaydası var idi uşaqlar. Biz demişdik ki, hansı mərtəbə deyirsə, məsələn, onluqlara qədər yuvarlaqlaşdırma deyirsə, verilən yuvarlaq ədədin üstünə ən böyüyünü tapmaq üçün 4 gəlirdi, ən kiçiyini tapmaq üçün 5 çıxırdıq. Yüzlüklərə qədər deyəndə verilən yuvarlaq ədədin üzərinə 49 gəlirdik. Kiçiyini tapmaq üçün 50 çıxırdıq. İndi bizdə burada neçəyə qədər istəyir? Yüzlüklərə qədər istəyir. Demək, 300 üstünə gələcəm 49 bərabərdir 349 edəcək. Buradan bizdən nəyi soruşur? Rəqəmlərin cəmini tapın. Rəqəmlərin cəmi də ki 3 üstə gəlmək 4 üstə gəlmək 9 bərabərdir. 9 üstə 4 gəlirəm eləyir 13. 13-ün də üstünə 3 gəlirəm eləyir 16. Rəqəmlər cəmi olacaq 16. D bəndində verilib. Növbəti 42-ci sualımıza baxaq. 42. Nə deyir bizə? Simvollara görə verilən ədədləri artan sıra ilə düzək. Baxaq. Bunlar hamısı baxırıq ki, 100-ün dairəsinə qədərdir. Baxıram əvvəllərinə. 4 bucaqda baxıram 3. Hamısı 3 ilə başlayır. Sonraki ədədlərinə baxıram. İkinci ədədlər olacaq. 4-dür. 3 bucaqda da 4-dür. Dairədə 6-dır. 5 bucaqlı da 6-dır. Demək, dairə ilə 5 bucaqlı daha birinci gələcək. Çünki bizə artan sıra ilə düzündür. Artan sıra da artan sıra ilə deyir. Artan sıra kiçikdən böyüyə gedəcək.
Kiçikdən böyüyə doğru. Deməli, əvvəl bizə gələcək 4 bucaq və 3 bucaq. İndi baxaq görək bunlardan hansı gələcək. Hər ikisində də baxıram ki, 3-dür, 4-dür, 3-dür, 4-dür. Üçüncü rəqəmi hər ikisində 6-dır. Dördüncü rəqəmi 4 bucaqda 7-dir, 3 bucaqda isə 8-dir. Demək, kiçik hansı olacaq? Birinci gələcək bizim 4 bucağımız. 4 bucaq birinci gələcək. Sonra gələcək 3 bucaq. Daha böyükdür ondan. Sonra dairə ilə 5 bucağa baxaq. Görək ki, 3-cü ədədlər nə qədər eynidir. 4-cü rəqəmimiz dairədə 7-dir. 5 bucaqda 8-dir. Demək, dairə 5 bucaqlıdan daha kiçikdir. Demək, sıralama necə oldu? 4 bucaq, 3 bucaq, dairə və 5 bucaqlı olacaq B bəndimiz. 43-cü sualımıza keçək. Görək nə deyir bizə 43-də. 43-cü sualımıza baxaq. Deyir ki, 4627 kiçikdir A-dan, o da kiçikdir 4632-dən. Aha. Deyir ki, A-nın yerinə neçə ədəd uyğun gələr? Yazaq bura. 4627 kiçikdir A-dan. A da kiçikdir 4632-dən. İndi baxaq görək. 4627 kiçikdir A-dan. Demək, A bundan böyük olmalıdır. Olacaq 4628. Bəli, ola bilər. Sonra olar 4629, 4630, 4631. Bəli. 4632-ni yaza bilmərəm, çünki bərabər olar. Neçə ədəd oldu? 1, 2, 3, 4 dənə ədəd. 4 dənə ədəd hansı variantda uyğundur? A bəndində. Sonra baxaq 44-cü sualımızda görək bizə nə deyir? Deyir ki, müqayisələrdən hansı doğru deyil? Baxaq, müqayisələrdən hansı doğru deyil? 37648 kiçikdir deyir 76425-dən. Bəli, bu doğrudur. A doğrudur. B-yə baxaq. 39786 deyir böyükdür 21397-dən. Bəli, bu da doğrudur. Bax, bu arada A doğrudur. Bu doğrudur. B də doğrudur. Sonra C-də nədir? 84768-dir böyükdür 86347-dən. Xeyr, bu səhvdir. 83325 kiçikdir 85621-dən. Bəli, bu da doğrudur. Bizdə səhvi soruşurdu. Səhv də olacaq C bəndi. Baxaq növbəti 45-ci sualımıza görək nə deyir bizə 45-də. 45-də bizə deyir ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınar? Baxaq, adaşın yazaq. Yazıram ki, 3261-i minliklərə qədər yuvarlaqlaşdırıram. Minlik budur. Özündən sonrakine baxıram. 2-dir. 2-dirsə artmır. Olacaq 3000. Aha, bu uyğun gəldi. Sonra B-yə baxıram. 3524-ü yuvarlaqlaşdıranda baxıram özündən sonraki 5-dir. 5-dirsə artır. Bəli. Sonra 3603 özündən sonrakine baxıram 6-dır. 6-dırsa yeni artacaq. Bir vaid artacaq və sonuncu 3896 da bəli yuvarlaqlaşdıranda bir vaid artır. Bizdən də artmamağını istəyirdi. Artmağın 3000 alınar. Bəli 3000 alınanı istəyirdi. Olacaq A bəndi. A bəndi bizim 45-də doğru variantımızdır. Sonra 46-cı sualda bizdən nə istəyir görək. Hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Baxıram, yazıram ədədləri bir dənə bura. 36718-i yuvarlaqlaşdırıram yüzlüklərə qədər. Baxıram, olacaq
36, 7 olduğu kimi qalacaq. Baxıram görüm düz yuvarlaqlaşdırıb. Bəli. Bu doğrudur. A bəndi doğrudur. Sonra növbəti. Deyir ki, B-də görə nədir? 42.176-nı yuvarlaqlaşdırıb 100-lüyə qədər olacaq 42. 7 olduğuna görə 1 vahid olacaq. 2. Bəli, bu da doğrudur. Sonra 3-cü C-də 83.176-nı 100-lüyə qədər yuvarlaqlaşdıranda olacaq 83. Bu da artacaq. Bəli, bunu da doğrudur. Sonra növbəti 43.428-i 100-lüyə qədər yuvarlaqlaşdıranda olacaq 43.400. Aha, burada amma verib 43.500. Hansı? Səhv verilib. D variantındakı səhv verilib. Bizdən də səhvi soruşurdu. Keçək növbəti 46-cı 47-ci sualımıza. 47-də görək bizdən nə istəyir? Deyir ki, bizə 47-də modeldə verilmiş ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Gəlin modeldə verilmiş ədədi yazaq bura. Baxa, birinci mərtəbələrini yazaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Aha, 100 minlik mərtəbəsində nə durub? Neçə dənə görək burada dairə var? 1, 2, 3, 4, 5. 5 dənə yazdım. Sonra 10 minlikdə 2 dənə. Sonra minlikdə yenə 5 dənə. Yüzlükdə 3 dənə. Onluqda yoxdur. Təklikdə də 2 dənə. Ədədimizi oxuyaq. 325.302 ədədini indi bizdən nə soruşur? Deyir ki, 10 minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik mərtəbəsi oldu 2. Yuvarlaqlaşdıranda olacaq 1 vahid artacaq olacaq. 53 0 530.000 hansı variantda verilib? A bəndində. Sonra növbəti 48-ci sualımıza baxaq. Görək nə deyir bizdə. 48-ci sualda deyir Aysel 4785-dən başlayaraq irəliyə doğru 100-100 ritmik sayır. Ayselin 5-ci söylədiyi ədədin ən yaxın yüzlüyü neçədir? Aha, gəl. Neçə 5 dənə sayır. Yazıram bura. Ayselin saydığı birinci, ikinci, üçüncü, dördüncü və beşinci. Birinci ədədimiz 4785-dir. İkinci ədədi tapmaq üçün 100-100 sayır. 4785-in üzərinə gələcəm 100-ü bərabərdir 4885 olacaq. Üçüncü ədədi tapmaq üçün 4885-in üzərinə 100 gələcəm. Olacaq 4985. Dördüncü ədədi tapmaq üçün 4985-in üzərinə gələcəm 100 bərabərdir 5. Sonra 8. Sonra bu olacaq 10. Bu da olacaq 5. 5085. 5-ci ədədimiz isə 5085 üzərinə gəlirəm 100 bərabərdir 5185. Bizə nə soruşur? Bu ədədi 5185 ədədini deyir. Yüzlüyə qədər yuvarlaqlaşdıranda olacaq 5200. Hansı bənd olacaq? D bəndi. Növbəti 49-cu sualda bizdən nə istəyir? Deyir ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda azalar. Gəlin baxaq, ədədləri bir-bir yazaq. 3591 milliyə qədər yuvarlaqlaşdırıram, artır. Azalmadı, amma bizdən azalanı soruşur. Sonra ikinci B-yə baxıram. 3299 3299-u milliyə qədər yuvarlaqlaşdırıram.
Bəli, bu azaldı. Sonra digərlərinə də baxaq. 3611-i yuvarlaqlaşdırıram. Bu da artacaq. Sonra 4722-ni yuvarlaqlaşdırıram minliyə qədər. Bəli, bu da artacaq. Artmayan hansı oldu? 3299 B bəndi. Növbəti 50. 50-ci sualda bizdən nə istəyir? 347.531 ədədinin minliklər sinifindəki rəqəmlərin cəmini tapın. 347.531 minliklər sinifi. Ayıram siniflərə. Təklik sinifi, ayırdım minlik sinifi. Minlik sinifindəki ədədlərin cəmini istəyir. 3, üstə gəlmək 4, üstə gəlmək 7. Bərabərdir 4, 7 edəcək 11, o da 3 olacaq 14. Hansı bənd olacaq? A bəndi. Növbəti 51-ci suala baxırıq. 51-ci sualda nə deyir bizə? Deyir ki, 512.468 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırın. Yazırıq bura 512.468 mərtəbələrini yazıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Bizdən 100 minlik istəyir. Özündən sonraki bana baxıram. 1-də artmayacaq. 5 olduğu kimi qalır. Rəqəmlər hamısı çevrilir. 0 olacaq. 500.000 debəndə. Növbəti 52. Edir bizə 52-də aşağıdakı ədədlərdən hansının ən yaxın onluğu 3290, ən yaxın yüzlü isə 3300-dür deyir bizə. Baxaq indi onluğu. A variantına baxıram. 3297. Bunun ən yaxın onluğu olacaq uşaqlar. Özündən sonra baxıram 7-dir, bir vahid artacaq. Olacaq, bax, 3009 bir vahid ardı 10, 0 yazılır, bir də keçir 2-nin üstünə olacaq 3300. Ən yaxın yüzlüyü 3297-nin ən yaxın yüzlüyü olacaq, bu da 3300. Bizdən nə soruşurdu? 3000, onluğu 3290 olsun. Demək, A variantı bizdə olmayacaq. Keçək. Baxaq ikinci. 50 neçə idi bu? 52. B variantına baxıram. 3285. Ən yaxın onluğu olacaq. 3000 onluğu olacaq 3290. Yüzlüyü 3285-in yüzlüyə qədər yuvarlaqlaşdırsam olacaq 3300. Bəli. Bax, bu uyğun gəldi. Hansı bənd olacaq? B. Digər C-yə də, D-yə də baxanda görəcəyik ki, birində olacaq onluğunda 3336-nın onluğu olacaq 3340, yüzlüyü olacaq 3300. D-nin isə 3296-nın onluğu olacaq 3300, yüzlüyü olacaq, o da olacaq 3300. Demək, B variantı bu. 52 üçün doğru cavabdır. Növbəti 53-cü sualımıza baxaq. Deyir ki, A, B, C, D, E 5 rəqəmli və 3, 7, 1, 8, 0 rəqəmlərlə yazılan ən kiçik ədəddir. Mən indi A, B, C, D, E-ni bax yazıram buradan uşaqlar. Fərqli rənglə yazım. A, B, C, D, E. Bu rəqəmlərdən düzəldəcəm. Ən kiçik ədəd istəyir məndən. Ən kiçik burada baxıram 0-dır. Amma 0-ı öndə yaza bilmərəm. Demək, ən kiçik öndə yazmalıyam 1, daha sonra 0, daha sonra yazacağım. Bax, 1 getdi, 1-i yazdım. 1-i yazdım, getdi. 0-ı yazdım, getdi. Daha sonra kiçik var 3. 3-ü də yazdım, getdi. Daha sonra 7 və sonda da olacaq 8. Aha, qurdum.
Ən kiçik ədəd qurdum. 10.378. Qurdum 10.378. Sonra məndən nə soruşur uşaqlar? Deyir ki, DBCEA və EBCDE ədədlərinin neçə olduğunu tapın. Aha, indi bu ədədlərin yerini dəyişdirəcəm sadəcə. Yazıram burada D, B, C, E, A. Bir də yazıram ki, E, B, C, D, A. İndi biz də burada D nə verib yuxarıda uşaqlar? Rəngi dəyişim. D-ni verib 7. B-ni verib 0. C-ni verib 3. Sonra E-ni verib 8. A-nı verib 1. Sonra E-ni burada verib 8, 0, B 0. Sonra C 3. Sonra D 7. A'dakı 1. 70.381, 80.371. İndi baxaq görək bu hansı variantda doğrudur. 70.381, 80.371 hansı variantda doğru gəlir? C variantında. Baxıram. 54-cü sualda görək nə deyir bizə. 54-cü sualımızda bizdən soruşur ki, 8376, 2361, 4750, 8692 ədədlərindən ən kiçik olanı tapın. Ən kiçik olan burada, baxıram minliklərə, baxıram A-dakı minlik 8-dir, C-dəki 8-dir, D-dəki 4-dür, B-də 2 ilə başlayır. 2361, 2361. Hansı variant? B variantı. Sonra növbəti 55-ci sualımıza baxaq. Görək nə deyir bizə 55-də. Deyir ki, 46.176 kiçikdir kubdan, o da kiçikdir 81.705 müqayisəsində kubun kvadratın yerinə yazılacaq ən kiçik və ən böyük ədədlər hansılardır? Aha, ən böyük ədədlər hansılardır? Buradan yazıram. Bunları 46.176 kiçikdir. Kubdan bu da kiçikdir. 81.705'dən kiçikdir. Aha. İndi 46.176'dan böyük birinci ədədi yazmalıyam mən. Bu olacaq 46.177. Burada da 81.705'dən kiçik ədədi, ilk kiçik ədədi yazmalıyam. Bu da 81.000, aha, kiçikdir deyir. Kiçik yox, böyük ədədi yazmalıyam. 81.706 olacaq. Görək hansı bənddədir bu. 46.177, 81.700 B variantında verilib. Baxaq 56-cı sualımıza görək nə deyir bizdə. 56. Deyir ki, 8, 3, 1, 7, 4 rəqəmlərindən yaranan ən böyük 5 rəqəmli cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Aha, yaradaq bundan indi bu rəqəmlərdən ən böyük 5 rəqəmli cüt ədəd istəyir bizdən. Cüt ədəd istədiyinə görə sonuna ya 8 qoymalıyıq, ya da 4 qoymalıyıq. Böyük istədiyinə görə 8-i əvvəldə yazacaq. 8 başlayır əvvəldə. 4-ü qoyacaq axıra uşaqlar. 8-dən sonra ən böyük ədəd burada indi 7-dir. Daha sonra 3-ü qoyacam. 4-ü qoya bilmərəm. Çünki cüt ədəd istəyir məndən. Qoyacam 3-ü, 1 və sonda 4. 87.314 ədədini məndən nə deyir? Minliklərə qədər yuvarlaqlaşdırmağımı istəyir. Bu da olacaq 87. Hansı variantda? D variantında verilib. Sonra növbəti 57-ci sualda görək nə deyir bizə? 57. Aha. Deyir ki, 2B 34 kiçikdir 2947'dən. 2B 34 kiçikdir 2947'dən. Mən edir B-nin yerinə yazıla biləcək rəqəmlərin cəmi neçədir? B-nin yerinə mən nə yaza bilərəm uşaqlar? Baxıram ki, bu 2-dir. Burada da 2-dir. Sonra B-nin 9-dur.
B-nin yerinə mən də elə ədədlər qoymalıyam ki, 2947-dən kiçik gəlsin. Nə qoya bilərəm uşaqlar? 9-u qoya bilərəm. Bəli, 9-u qoya bilərəm. Çünki 9-u qoysam 2934 2947-dən kiçikdir. Bəli. Sonra 8-i, 7-ni, 6-nı, 5-i, 4-ü, 3-ü, 2-ni, 1-i. Bunların hamısını qoya bilirəm. Bunların məndən indi cəmini soruşur. Bunların da cəmi olacaq. Hesablayanda 9, 8, 17, 17, 7, 24, 30, 35, 39, biri gəlirəm olur 40, 3-də 2, 5 olacaq 45. Hansı bənddə olacaq? B bəndində. Sonra növbəti 58-ci sualda nə deyir bizə? 58 deyir ki, qrafik verilib, sual işarəsinin yerinə yazılan ədədi tapın. Sual işarəsinin yerinə yazılan ədədi necə tapaq uşaqlar? Arxadan əvvələ doğru hesablaya gedək. Məsələn, indi burada bizdə məchuldur da, bunlar məchuldur. Məchulları tapmaq üçün nə edirik? Sondakından verilən, bax, 43 mindən üstünə 500 gəlib. Buradakı məchulu tapacağım. Sonra üzərinə 2000 gəlib, tapladığımın üzərinə 2000 gəlib növbətini. Daha sonra da lap əvvəlkini tapmaq üçün çıxıb sual işarəsinin yerini tapacağım. Başlayaq hesablamağa. Deyir ki, 43000 üzərinə gəlirəm 500-ü. Nə olur uşaqlar? 0, 5, 43. Aha, tapdım. Birincinin yerini tapdım. 43500-dür. Daha sonra ikincini tapmaq üçün nə edəcəm? Üzərinə 2000-i gələcəm. 0, 0, 5, 5, 4. Oldu 45500. Sual işarəsinin yerini də tapmaq üçün bundan çıxmalıyam 3000-i. Çıxanda 0, 0, 5, 2, bu da 4. Olacaq 42500. Aha, bizim sual işarəmizin yerindəki ədəd hansı olacaq? 42500 olacaq. Allah. 42500. Açıq sual idi. Yazaq buradan da. 42500. Sonra növbəti deyir ki, 59-cu suala baxaq. Nə deyir bizdə 59-da? Deyir ki, 3972 ədədinin onluqları ilə minliklərinin yerini dəyişib, yüzlüklərini 3 vahid azaltsaq, yeni yaranan ədəd neçə olar? Baxaq, yazaq bura 3972. Təklik, onluq, yüzlük, minlik. Bizə deyir ki, minliklərlə onluqları ilə minliklərin yerini dəyişdir. Onluq 7-dir. Sonra 9, 3 və 2. Sonra nə deyir? Yüzlüklərini 3 vahid azaltsaq. Aha, çıxacam 300. Yüzlük deyir, axı 3 vahid azaldanda, 100-ü çeviranda eləcə 300. Yeni yaranan ədədimiz olacaq 3, 6, 7. 7632. Nə olacaq? 7632. Sonra növbəti 50-ci sualda bizdən nə soruşur? 50 yox, 60-cı sualda bizdən nə soruşur? Modellə verilmiş ədədi ardıcı olaraq onluqlara, yüzlüklər və minliklərə qədər yuvarlaqlaşdır deyir bizdən. Görək modeldə verilən ədədimiz hansıdır? 60 yazıram buradan. 60-cı sualımızdır. Aha. Təklik, onluq, yüzlük, minlik. Minlikdə neçə dənə dairə var? 4 dənə. 4 dənə. Sonra yüzlükdə var 5 dənə, onluqda var 2 dənə, təklikdə də var 4 dənə. 4524. Əvvəl bu ədədi onluqlara qədər yuvarlaqlaşdıracağım. Onluğa qədər yuvarlaqlaşdıranda olacaq 4520. Yüzlüyə qədər yuvarlaqlaşdıranda olacaq 4500. Sonra bizdən neçəyə qədər? Minliyə qədər yuvarlaqlaşdıranda olacaq 5000.
olacaq 5000. Yazaq buradan 4000 4520 4500 ve bu ne oldu? 5000. Burada. Aha, 5000. Sonra sonuncu sualımız idi. Uşaqlar. Bu da monitorinqə dəstək üçün izahlardır. Sağ olun, növbəti izahlarda görüşərik.